Yeni bir gündən hər kəsə salam. Hər səhər vlog başladım. Başlatmayanda axırı gəlmir, inansız. Baxıram bu günün vloquna 14 dəqiqədir ya 15 dəqiqədir. Belə az bir şey olubdu da. Dedim başladım yenə də. Görək nə edirək. İstəyirəm bir dənə buralara əl gəzdirim. Hələ heç nə eləməmişəm. Səhərin stəkanları durur. Qaz da yanlı qalıb, eybi yoxdur. Bir dənə buralara əl gəzdirim. Sonra gedim saçımı yuyum saat 12 üçün. Üzümü lazerə yazılmışam. Dedim, burada xarab olub. Yiyilmir da bizim evdə heç nə yiyilmir. Saçımı yuyum çünki saçım yağlanıbdı. Sonra da gedək paçolkaya işlərimizə baxaq. Amma birinci buraları silib təmizləyib, sonra çay içib, sonra girməliyəm. Saat da 10'dur. Saat 12 üçün yazılmışıq. Ona qədər gərək gedəm, yuyam saçımı, qurudam, oklat eləyəm. Ondan sonra da çıxaq gedək. Bu şey barədə nə idi adı? Yadımdan çıxdı. Saçların keratin olması barədə bir çox xanımlar yazıb. Yenə də qərarsız qaldım. Bilmirəm, elətdirimmi, elətdirməyimmi. Yoldaşım o gün testin bir növünü alıbdı. Belə şirin dadı. Heç xoşuma gəlmir. İçinin çayları da belə xırda-xırdadır. Deyəsən birinci çay içib sonra təmizləyəsi olacağım. Əvvəl yaxşı idi bu Silipinin nəmsafetkası məndə var idi. Onu silirdim. Can rahatlığı çox gözəl təmizləyirdi. İndi təmizləyici salfetim qutarıb deyə çətin gəlir buraları təmizləmək. Eləyik də bir də nəsə asan bir şeyə örgəndiksə sonra çətin gəlir. Ondan silirdim. Bunun üstündə iz qalmırdı. Axşam popcorn eləmişəm. Onun yağının, duzlarının izi var. İz qalmırdı. Amma ki indi silirəm. Məsəl üçün sulu dəsmalla sonra gərək onu mən quru salfetka ilə qurulayım ki buralarda iz qalmasın. Çayımı içim. Yenə davam eləyərik. Dedim üzümü də təmizləyim. Onsuzdan hamama girəndə buxarından adamın üzündəki gözənəkləri açılır. Dedim elə açılmışkən bir dənə skrap hazırlayım. Duz tökdüm, narın duz, pesok tökdüm. Bir də ki biraz duru yağ. Bunu qatışdırıb üzümüzü bundan bir dənə çay qaşığı verdi. Skraplayırıq. Üzdəki ölü dəriləri götürür. Üzümdə baxıram ki qabıqlar əmələ gəlib. Bilmirəm niyə qabıqlayıb burnumun kənarları, qara nöqtələr hamısı dolu. Girmişkən buxar dəyəcək də onsuzdan üzümə. Üzdəki gözənəklər açılacaq. Elə bunu da hazırlayayım. Həm də ki təmizlənmiş olsun. Hər səfərində təmizləməyəndə xanım deyirdi ki gözənəklərin tıxanıbdı. Onlar təmizdir. İndi getməmişdən onları da təmizləyim. Lazerdə yaxşı işləsin köklərinə. Belə oldu. Gedir DJ baxıram ki qabları yeməmişəm. Çünki səhər yemək yeməmişəm. Yenə də yeməmişəm. 3 saat 12'nin yarısıdır. Çay içim yemək əvəzi. Gedək gələndə yeyərəm. İnci buranı gətirsin bir dənə. Gəldik pasyolkaya İnci ilə. Salona girdik çıxdıq. Ustaya deyirəm qaşımalı deyir 2 gün sonra gəl. Belə usta olar. Belə yaxşı çıxmayıb deyir. Vaqif pizza istəyir. Dedim ona pendir götürək buradan biraz. Bucara bax nə gözəl rəngarəngdir. Karalik axır ki 1 manata düşübdür. İçəridən getməyək. Nə qədər adam var. Güya bayırda adam yoxdur ki. Bayırda da adam var da. Gəldik pasyolkadan 2 dənə pendir götürdüm. Holland pendiri. Amma belə gələndə qaynanam kəsdi. Dadına baxdı. Nəsə yağsız pendirdi. Xoşuma gəlmədi. Sosiska götürdüm 3-4 dənə. Çünki evdə də var. Göbələyin kiloqramı 3 manat idi. 1 manatlıq götürdüm. Yenə pizza üçün. Qızlar axır vaxtlar qış gəlməmişdən turşulara meyl eləmişəm. Axşam yenə gətirdim. Birini açdım ki eybi yoxdur. Qışda onsuzdan düzəməli xoşumuza gəlmir, yeyilmir. Daha doğrusu soyuq olur deyən yeyilmir də. Belə açım ki yeyək. 3-4 dənəsi gedib. Hələ qış gəlməyib 3-4 dənəsi gedib. Belə aldıqlarımız bunlar oldu. Uşaqlar
tost istədi. Holland pendirini görən kimi gətirdim onlara. Tost eləyim. Günorta yeməyimiz də bu olacaq. Bilmirəm. Akif neçə gün idi demişdim də deyəsən pizza istəyirdi. Onu hazırlayıram. Biraz su tökdüm. Gözə yarı ilıqdan biraz isti su. Sonra 3 çay qaşığı pesok. 2 çay qaşığı da droj əlavə elədim. Gözləyirəm biraz həll olunsun. 1 kilo un, 1 yumurta, 4 xörək qaşığı qədər yağ, bitki yağı, bir də ki 1 xörək qaşığı duzdan istifadə eləyəcəm reseptdə. Ancaq bunlar gedir. Yoğuracam, qoyacam mayalansın. Ondan sonra yaxşı olar ki 2 dəfə qıcqırdaq bunu. Ondan sonra pizzaları hazırlayacam. 4 dənə kündə eləyəcəm. Həmişə 3 dənə eləyirdim. Vaqif bu səfər deyir ki, yox 4 dənə elə. İçərisinə də kalbasa, sosiska, göbələk almışam. Göbələk, pomidor, biber, zeytun almamışam. Zeytun yoxdur, olsa onu da vurardıq. Bunları vuracam. İçlik olaraq da bir də ki təbii olaraq Holland pendiri ya da ki mozzarella, həmişə mozzarella alırıq. Belə. Burada da tutduğu qədər un qoydum. Əliyib tökəcəm. Yarısını da sonradan əliyib tökəcəm. Tez hazırlayayım, acısın. 2 dəfə acıyanda dediyim kimi daha yaxşı olur. Bu xəmiri yumşaq, belə bükəndə aralanan bir pizza xəmiri olur. Qoymuşam içərisində bişir. Mən hazırladım, daha doğrusu yaydım, verdim uşaqlar içərisinin sosunu, digər şeylərini düzdülər. Belə 4 dənə dediyim kimi pizza xəmiri 4 yerə böldüm. 4 pizza çıxdı. Çox da gözəl alınır xəmiri. Süd olmur bunun xəmirində. Çox reseptlərdə süd var, amma ki biz süddən istifadə eləmirik. Yəni mənim reseptimdə yoxdur. Belə qəşəng pizzalar alındı. Hər dəfə, ayda bir dəfə daha doğrusu belə deyim, Vaqif istəyir. Bu da axırıncıdır. Ya da ki, axırdan ikinci, axırıncı hələ içərisindədir. İkisini qarışıq elədik. Birini kalbasalı, digərini isə sosiskalı elədik. Üzəri göbələkli, biberli, pomidorlu. Bir də ki, birinin sosuna kək otu tökdüm. Kək otu da başqa bir aroma verir. Onda da çox gözəl dad gəlir. 250 dərəcədə qoyuram. Qızlar qızarana qədər, üstü bişənə qədər 5 dəqiqə qalmış çıxardıb pendirini tökürəm. Pizzalar bişdi, yeməklər yeyildi. Dediyim keçim üzümə bir dənə maska qoyum. Arada yadıma düşəndə axşamlar belə qoymağa çalışıram. Düzdür, təbii maskalar olsa daha yaxşı olar. Amma ki, yorulanda da bu adamın əlindən tutur. Bir dənə bundan qoydum. Qızlar pizza pişirəndə də əlimi yandırmışam. Əlimə bir şey dəydikcə ayışır. Əlimi sinilərə toxundurmuşam. Yeni gündən hər kəsə salam. Gözümü birinin altına qoydum. Dedim o birisinə də qoyum. Axşamın qablarını yumamışam, tənbəllik eləmişəm. Bunları qoyum, gedim axşamın qablarını yuyum. Başlayaq günümüzə. Uşaqlar getdi məktəbə. Mən də buralara biraz yığışdırdım, əl gəzdirdim. Gedək, başlayaq işlərimizə. Bunlar çox gözəldir. Göz altına qoymaq üçün bu Faberlic'in Seul seriyasından olan bir qab yox idi. İntihası pizza o qədər gözəl çıxmışdı ki, biraz ölçünü qaçırtdım deyəsən, halsızladım. Ondan sonra da yumadım. Onları götürəndən sonra da
Bundan çəkəcəm. Bu da yenə işıqla çəkirəm deyə göstərmir. Faberlikin gözaltı nəmləndirici kremidir. Bundan çəkəcəm. Belə gedək başlayaq işimizə. Yenə qalın geyinmişəm. Bunları da geyinirəm. Elə kök düşürəm ki, sanki nə boydayam. Gedək. Axşam qonaqlarım gələsidir. Dedim gətirim. Bir dənə də keks hazırlayayım. Kakaolu, sadə bir keks. Məndən olsa başqa bir şey hazırlayardım. Amma son anda gələcəklərini bildim deyə başqa bir şey hazırlaya bilmədim. Sadəcə yemək hazırladım. Bir də ki, yanına bir dənə keks hazırladım. Uzağı hər dəqiqə gəlib getmək olmur. Gəlməyə qərar verəndə də bir anlıq qərar veriblər. Mənim də gec xəbərim oldu. Əlimdən gələni hazırladım, belə deyim də. Qoymuşam mikserdə, öz-özünə çalır. Keks eləyəndə belə balaca əl mikserindən eləyirəm. Opsi mikserimi çıxartmıram. Bəzən heç əl mikserindən də istifadə eləmirəm. Elə tez əlimdə də çalıb qoyuram. Bu arada xanımlar, yəqin ki, sizdə fərqinə varmış olarsınız. Kanalımız çox düşübdür. Videolar izlənilmir. Bilmirəm niyə spamdayıq. Videonu bəyənib rəy yazsaz, ən azından xahiş edirəm hərənizdən iki dənə ürək buraxsaz, bir də ki, kanalı sevdiklərinizlə paylaşsaz sevinərəm. Niyəsə izləmələr düşüb və bu da mənim həvəsdən düşməyimə səbəb olur. Bu aralar heç istəmirəm niyəsə video çəkim. Ağlıma gəlir ki, vəbşi çəkməyim, buraxım. Sonra da ki, baxıram ki, balaca çəkmişəm. Deyirəm, eybi yox, qoyun bunu. Nəsə belə get-gəllərdəyəm bu ara. Payız mənə yaxşı təsir göstərmir. Bacıya dəstək üçün videonu bəyənsəz, abunə olsaz, bir də ki, rəy yazsaz sevinərəm. Keksi çaldım, 160 dərəcədə qoydum, bişdi. Qəşəng də alınmışdı. Qızlar ilə kakaolu biskvit yazanda çıxır resepti. İşte bir dilim uşaqlara verdim. Elə buradan aparım, süfrəyə qoyum. Qonaqlarım getdi. Stəkanları yudum. Dedim bunlar qurusun. Bir də ki, bu kasaları yudum. Özümüzə sulu yemək pişirmişdim. Onu da qoydum süfrəyə. Dedim istəyən olsa yeyər. Bunları yudum tez. Dedim qurusun. İnansız silməyə halım yoxdur. Həm də ki, yuyəndə qızlar üstünüzə canınıza sağlıq. Bir partiya belə yuyuramsa belim çox dəhşətli dərəcədə ağrıyır. Həm də ki, bəhanəm budur ki, qoy qurusun. Sonra yenidən bunları götürüb qabları yuyuram. Gözləyirəm indi bunlar qurusun. Sonra da keçim qabları yuyum, buraları təmizləyim. Belə. Hə qızlar, hələlik bugünlük məndən bu qədər olsun. Bilmirəm dedimmi, gələn əmim qızı idi. Hələlik bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bilirəm bu aralar videolar çox da maraqlı olmur. Çünki həvəsdən düşmüşəm. Bir ara istəyirəm, heç vəbşi çəkməyim də. Gəlgitlərdəyəm. Nəysə. Videonu bəyəndinizsə bəyənməyi, rəy yazmağı unutmayın. Öpürəm hər birinizi gözəl bacılarım. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Bunların da suyu çəkildi. Mən də bunları yığım, keçim bu birisiləri yuyub yığmağa bu tərəfə. Hələlik, sağ olun.